İzleyiciler bir daha akşamınız xeyir olsun deyirəm. Hal-hazırda bugün üzümüz gülür. Həqiqətən 285 manat yığmaq istəyirdik, 311 manat yığdıq. Allah Sevinç bacıya da can sağlığı versin. Övladı xəstə ola, o da girdi bu günləri. Canlısın, onun da dəstəkçiləri dəstək oldu. Allah Heydərə sağlam can versin, tez bir zamanda. Elə daha həkimlərə yox, evinə qismət olsun, evində olsun. Bunun dəstək olanlar çox oldu. Həqiqətən, belə deyək, şəhidimizin qardaşı Orxan Əkbərov, Vətən müharibəsinin qəhrəmanı Orxan Əkbərovun qardaşı Ənvər qardaşımıza dedik ki, sağ olsun. 50 manat o atdı, Allah canını sağ etsin, ruzisinə bərəkət versin. Ramil Əsgərov 44 gün Vətən müharibəsindən bugünkü günə kimi hər zaman şəhid ailələrinin yanında olur. Müharibə vaxtında da arxa cəbhədən öncə və dəstək olan qardaşı idi. 50 manat o atdı, Allah canını sağ eləsin. 37 manat Heydər qardaş balamızın dəstəkçilərindən atdı. 10 manat. Yəni Heydər balamızın dəstəyindən həqiqi çox dəstəklər oldu. Sevinç bacı qoşulandan sonra həqiqətən dəstək çox gücləşdi, dəstək pul gəldi. Yəni onun dəstəkçilərin adını bilmirəm. Ondan çox dəstək gəldi. Var olsun deyirəm. Təşəkkür edirəm. 1 manat, 50 qəpik, ekran bəylə kimlər oldusa, ekran bəyəndi, 1 manat atdı, 50 qəpik atdı. Hamısının ruzisinə Allah bərəkət versin, canlarına can sağlığı versin. Deməli, pulumuzdan qaldı 10 mindən 3974 manatımız qalıb. Hamımızdan xahiş edirik. 3974 manata da dəstək olalım ki, anamız tez bir zamanda əməliyyata girsin. Bu Ramazan ayı sizlərə kömək olsun, sağlamlığına qovuşsun ana, biz də bir vasitəçi olaraq sevinək. Təmənnasız xidmətdəyəm. Ona belə necə sən deyim. Ağzı görsəklər məndən nə danışsa da. Bəx mənim canlıma girmişdir ki, deməli yaxşı dedilər. Dedilər ki, mənim öz qonşularımla məni gözdən salırlar. O insanlar kimdirsə, bax bu çəkiliş vasitəsindən deyirəm. Mənim küçəmdə, mənim dalımca kimlərsə nəsə danışırlarsa, o adamın evindən, işindən xəbər olmayan insandır. Ailəsindən, anasından, bacısından xəbər olmayan insandır. Kişidir, qadındır, sözü varsa gəlsin özümə desin. Mən ölməmişəm, küçüğümdə olam. Gəl mənim üzümə deyil. Gedib haradasa danışsan, ağzı görsək kimi, yəni o söz gəlib mənə çıxır. Mən də arxonca, mənə deyilən sözün arxasında o sözü deyirəm, gəlsin sənə çatdırsınlar. Məqsədim odur ki, öz küçəmdə, deməli mənim küçəmdə ayağımın altın qazanlar var, Allah onların bəlasını versin. Mən öz küçəmə də heç vaxt pis olmamışam. Öz küçəmdə də həmişə, necə sən deyib, nə deyiblər, canla başla qulluqlarında olmuşam. Kimlər mənim haqqımı itirirsə, haqqıma girirsə, gözündən gəlsin. Mənim dalımda, küçəmdə kimsə danışırsa, evindən, işindən xəbər olmayandır. Və bir daha çox sağ olun, gecəz xeyrə qalsın. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Allah anamıza da şəfa versin. Allah hamısının köməyi olsun, Allah əvəzini versin, rüzusunu artırsın. Sən də bala, Allah köməyin olsun. Allah balaların xeyrini görəsən. Bax, bugünkü günə kimi sənin qapıya gəlirəm. Səndən nə qədər pul almışım? Heç nə almayıbsan, Allah ömür uzun edəsin. Təmənnasızdır. Özün də dəvət edibsən mənə. Eləmişəm, təmənnasız gəlir, valla. Bir köpük də almır. Heç bir manat da heç kimdən götürmür. Allah əvəzini versin, üstünə düşsün, Allahdan o mükafatını alsın. Bəziləri kimi xəstənin pulundan ticarət vasitəsi edib özümə pul götürmürəm. Həmin adamlar xəstənin imkansız pulunu yiyər, Allaha cavab verəcək. Allah var, bilsin. Gezi tezi dünyasında yaşayanda başının üstündə duracaqlar mələklər. O haqqı ondan istəyəcəklər. Çünki xəstənin pulunu yemək olmaz. Gecəz xeyrə qalsın, Allah sizləri var eləsin.